İkinci Salnamələr 16-cı fəsil. Asa ilə İsrail padşahı Başanın müharibəsi. Asanın padşahlığının 36-cı ilində İsrail padşahı Başa Yahudaya hücum elədi və Yahuda padşahı Asanın yanına gəlib getmək istəyənləri buraxmamaq üçün Rama şəhərini tikdi. Asa Rəbbin məbədinin və padşah sarayının xəzinələrindən qızıl gümüşü götürdü və onları Dəməşqdə yaşayan Aram padşahı Ben-Hadada bu xəbərlə göndərdi. Sənin atanla mənim atam arasında saziş var idi. Qoy bizim aramızda da saziş olsun. Sənə qızıl gümüş göndərdim. Ged İsrail padşahı Başa ilə olan sazişini poz ki, torpağımdan geri çəkilsin. Ben-Hadad padşah Asaya qulaq asdı və qoşun başçılarını İsrail şəhərlərinin üstünə göndərdi. Onun qoşunları İyona, Dana, Əvel-Mayimə və Naftəlinin bütün ambar şəhərlərinə zərbə vurdu. Başa bunu eşitdikdə Ramanı tikməyi dayandırdı və işini buraxdı. Padşah Asa bütün Yahudalıları yanına yığdı. Onlar Ramada Başanın tikməkdə olduğu yerlərin daşlarını və dirəklərini daşıdı. Bunlarla Gevanı və Mispanı tikdi. O vaxt görücü Xanani, Yahuda padşahı Asanın yanına gəlib ona dedi. Madam ki Allahın Rəbbə deyil, Aram padşahına güvəndin, buna görə də Aram padşahının ordusu sənin əlindən qaçıb qutardı. Quşlular və luvlular, çoxlu süvari və döyüş arabaları ilə çox böyük bir ordu deyildimi? Rəbb ona güvəndiyin üçün onları sənə təslim elədi. Çünki Rəbbin gözləri yer üzünü seyr eləyir ki, ürəyi bütünlüklə onunla olanları qüvvətləndirsin. Ağılsızlıq elədin. İndidən sənə müharibə olacaq. Asa görücüyə qəzəbləndi və onu işgəncə zindanına atdı. Çünki bunun üçün ona hiddətlənmişdi. O vaxt Asa xalqdan bəzilərinə zülm elədi. Asanın padşahlığının sonu. Asanın işləri, ilk işlərindən son işlərinə qədər Yahuda və İsrail padşahlarının kitabında yazılıb. Padşahlığının 39-cu ilində Asa ayaqlarından xəstələndi. Xəstəliyi get-gedə ağırlaşdı. Həm də xəstə olduqda Rəbbi deyil, ancaq həkimləri axtardı. Asa padşahlığının 41-ci ilində ölüb ataları ilə uyudu. Onu Davudun şəhərində özü üçün qazdığı qəbirdə basdırdılar və onu gözəl ədviyyat və hər cür qatışmış ətriyyatla dolu yatağa qoydular. Onun xatirinə böyük bir tonqal yandırdılar.